Açıq-aşkar adam deyir ki, Maide surəsi düzgün olaraq surənin adı deyil. Bu kimi imamların arkasında durub namaz qılmaq olmaz. Bunların məscidinə gedib bunların xutbəsinə dinləmək olmaz. Bunlar Allah subhanahu ta'ala nurunu söndürməkdən ötürü elm alıblar. İzləyin. Maide surəsinin adı əslində nə olmalıydı? Və ən gözəl də Maide surəsi məntiqlə düzgün deyil. Dinləyin. Bir dənə o ayəyə görə, yəni bir ayədə Maide surəsində süfrə sözü gəldiyinə görə Maide surəsinin adı nədir? Süfrə surəsi. Halbuki Maide surəsindədir İnnəmə vəliyyukumullah və rəsuluhu vəllezina amenullezina yuqimuna salata və yutuna zakata və yutu zakata və hum rakiun. Yalnız və yalnız sizin vəliniz, sizin mövlavız, sizin rəhbəriniz Allahdır, Peyğəmbərdir və o kəslərdir ki, iman gətirib, namaz qılırlar və rüku halında zəkat verirlər. Maide surəsindədir bu. Və Maide surəsində də indi oxuyacağım 2 dənə ayə, Maide surəsindədir. Bu ayələri nəzərə alıb, biz deyə bilərik ki, Maide surəsi vilayət surəsidir, imamət surəsidir, Mövla surəsidir. Bu süfrədən daha məntiqlidir, daha dəyərlidir. Surələrin başını kim qoyur? Maidə, Əl-İmran, Ən-Nisa, bunu Allah qoyur. Allahın qoyduğu Maide surəsini bəyənmir. Deyir ki, bu doğru deyil, ən gözəl vilayət surəsi olmalıdır, imamət surəsi olmalıdır. Siz bax busuz da, yəni bu dindən vallahi deyirəm Allaha tərəf getməyəcəksiniz. İblis bu yolunuzun başındadır. Ey sənmiş yelər, bu kimi məscid imamlarının arkasında durub namaz qılmayın. Bu kimi insanlara layiq ürək basmayın. Kanalıma abunə olun ki, bütün həqiqətlər sizə gəlib çatsın. Bu ayələri nəzərə alıb, biz deyə bilərik ki, Maide surəsi vilayət surəsidir, imamət surəsidir, Mövla surəsidir. Bu süfrədən daha məntiqlidir, daha dəyərlidir. Kimsə deyəcək ki, bunu biz demirik ki, bunu bu alim, bu elm tələbəsi deyir də, biz Quran-ı Kərimin təhrif olduğunu demirik ki. Əzizlərim, eşiyələr, sizin etimad etdiyiniz hədis kitablarından bu meydana çıxır. O qədər şiyələrin hədis kitabları var ki, artıq elm tələbələrimiz, alimlərimiz etiraf edir ki, Quran-ı Kərim təhrif olunub. Niyə? Niyə bu sözləri bu 2 ilin ərzində çoxlu etiraf etməyə başladılar? Çünki əhl-sünnət siz şiyələri çoxlu öz dinlərinə dəvət etdiyinə görə Qur'anla, onlar bunun qabağını almaqdan ötürü bizim üçün bariyer qoyurlar ki, o təhrif olunmuş Qur'andır, onunla sən həqiqətə gedib çata bilməzsən. Qayıt şiyəliyə qayıt, əhl-sünnətə qayıtma. Bu zaten Quran-ı Kərim təhrif olunub. Bu həqiqət deyil ki, sən əhl-sünnətin dediyi ayələrə gedəsən. Məqsəd budur. Məqsəd budur. Kanalıma abunə olun. Kanalıma abunə olun ki, bütün həqiqətlər sizə gəlib çata bilsin. Subhanallah. Bir dənə o ayəyə görə, yəni bir ayədə Maide surəsində süfrə sözü gəldiyinə görə Maide surəsinin adı nədir? Süfrə surəsi. Halbuki Maide surəsindədir İnnəmə vəliyyukumullah və rəsuluhu vəllezina amenullezina yuqimuna salata və yutuna zakata və yutu zakata və hum rakiun. Yalnız və yalnız sizin vəliniz, sizin mövlavız, sizin rəhbəriniz Allahdır, Peyğəmbərdir və o kəslərdir ki, iman gətirib, namaz qılırlar və rüku halında zəkat verirlər. Maide surəsindədir bu. Və Maide surəsində də indi oxuyacağım 2 dənə ayə, Maide surəsindədir. Bu ayələri nəzərə alıb, biz deyə bilərik ki, Maide surəsi vilayət surəsidir, imamət surəsidir, Mövla surəsidir. Bu süfrədən daha məntiqlidir, daha dəyərlidir.